Selam aleyküm. Sizinle belə bir hicab üzərinə taxılan kapüşon şərf şifondan bunu trikotajdan və başqa parçalardan da etmək olar. Bunu necə tikmək və çox asan da olaraq özünüz evdə bunu özünüzə tikə bilərsiniz. Bölüşmək istəyirəm. Burada hicab və baş hissəsi olur. Bu isə bizim şərfimizdir. Onun qıraqlarını mən belə bisirdən bəzəmişəm. İki tərəfli etmişəm. Belə. İstədiyiniz kimi bunu həm bəzəyə bilərsiniz və sonra həm gündəlik geyimdə və həm də hansısa ziyafət və yaxud da sizin üçün gözəl bir gün üçün geyinə bilərsiniz. Baxın, belə çox qəşəng görünür. Belə qara şifonun altından həm qırmızı hicab, əgər burada qırmızı bir naxışınız varsa və yaxud da qara hicab və sair kimi hicablarla geyinə bilərsiniz. Keçək masanın arxasına və sizə göstərim. Belə bir kapüşon şərf etmək üçün sxemini təqribi olaraq çəkirəm və nə qədər sizə parça lazım olacaq onu da bu bizdən baş hissəsi və bu şərf hissələri. Yəni burada bizdə üzdür. Bu isə hicabımızdır, altdan geyinən paltarlarımız və s. və ilaxır. Belə. Bu kapüşon olan hissəni biz istədiyimiz formada eləyə bilərik. Mən 3 variantını etmişəm və ən sadəsini göstərmək istəyirəm. Uzunluğu 80-100 cm arası. Onu belə 4 bucaqlı parça kimi götürürük. Artıq qatlanmış vəziyyətdə, yəni. Burası qatlanmış vəziyyət olur. Parça üzərindən göstərəcəm. Və enini 35-45 cm aralığında götürə bilərsiniz. Mənə gələn bu ən optimal bir variantdır. Düz bucaqlı olaraq qatlayırıq və qatladıqdan sonra bir hissəsi bizdə açıq olur. Bir hissəsində isə təqribən yenə də özünüz baxın necə sizə rahatdır. 15 və yaxud 25 cm bir hissəsindən biz burada tikiş eləyəcəyik. Və tikişi etmək üçün 5 cm aşağı küncdən diagonal belə götürürük. 5 cm və aşağı kiçik dairəyə oxşar, dairə yox, çevrə oxşar götürüb tikirik. Bu hissədə bizdə tikiş olacaq. Yalnız bu hissədə. Qalan hissələr bura aşağısı, üz hissəsindən düşən aşağı açıq qalır. Mən onu iki vizual olaraq belə sizə göstəreyim. Yəni vizual olaraq bizdə burada tikişdir. Sonra açıq qıraq hissəsini göstərim ki, bu ortada görünməyən hissə. Baxın, belə bir forma bizdə alınacaq. Burada bizdə üz hissəsidir. Çox asandır. Məndə belə hissələr, kiçik parçalarım qalıbdır və onun üzərində göstərmək istəyirəm. Bu məndə orqanzadır. Biz parça almışıq. Onun eni, parçalarımızın standart olaraq eni təqribən 120, 150, 160 cm olur ən çoxu. Adətən 150-dir. İndi götürürük ki, təqribi olaraq 150 cm-lik parça eni olan parça almışsınız. Gördüyünüz kimi bu orqanzada həm eninə, həm düzünə streçliyi yoxdur. Ona görə onu hər hansı bir tərəfinə, ya eninə, ya uzuna tikə bilərik. Parça alanda onun eni 150 cm olmaq şərti ilə bizə cəmi maksimal 35-45 cm deyə, məsələn, cəmi maksimal olaraq 50 cm götürə bilərəm. 50 cm. Dükanda onlara deyəndə bizə 50 cm parça hissəsini verib və biz evdə gəlib onu tikə biləcəyik. Keçirik indi tikişə. Tikdiyimiz bu model olacaq. Burada hətta biz 70 də
uzunluğunu götürə bilərik. Aldıq. Bu qıraqlarını əlbəttə ki biz kəsəcəyik. Maksimal olaraq yan hissəsini götürürük. Baxın, bu parçanın qıraq hissələri bizə lazım deyil. Baxın, bu qıraq hissələri necə görünür. Parçalarda bu qıraq hissələr belə göründü. Həm belə kiçik dəlikləri olur. Qıraqda belə sapları çıxır. Bu bizə lazım olmur. Burası eni 1.50 və uzunluğuna biz cəmi 50 sm olan bir parça almışıq. Bizə kəsdilər. Fərz edək ki, dükandayıq, bizə kəsdilər. Mən kiçik bir maket kimi hazırlayıram. Siz onu artıq evdə həqiqi bir parçamızın üzərində elə bilərsiniz. Parçamı biraz böyük olan formata keçirdim. Bizim enimiz 150 santimetrlik olan en və parçanın uzunluğu 50 santimetr üzüdür. Üzülərini bir-birinə tərəf olan qatlayırıq. Birinci küncdən 5 santimetr diagonal belə özümüzə xətt çəkirik. Aşağıya doğru, düz mərkəzə doğru və bu yan hissəsindən 15 və yaxud 25 santimetr uzunluğuna. 15 və 25. Mən eləyim 25. Bilirik ki, bu hissə. Parça bir tərəfdən sizdə əyridirsə, düz onun üzərində çəkə bilərsiniz. Əyrilikləri varsa, yoxdursa, sadəcə olaraq qıraqdan belə qoyub 25 santimetr qeyd eləyirsiniz və bilirsiniz ki, bu nöqtəyə, birinci çəkdiyimiz nöqtədən indi çevrə etməliyik. Yumşaq belə çevrə gedirik. Tam qıraqdan 20 santimetr. Məsələn, bu 20-dir. Bu nöqtəni tapmışıq. 20-dir. Və biz bu nöqtədən ilk etdiyimiz nöqtəyəcən yenə çox yumşaq bir çevrə çəkirik. Bizdə parça üzərində belə alınacaq. Əvvəl iynələrdən istifadə edirik. Yəni parçamız böyükdür. Şifon, orqanza və hamısı belə bir ipək. Onları tikmək çox çətindir. Ona görə əvvəl iynə ilə onları stabil edirik ki, bu hissədən bizim parçalarımız qaçmasın. Mən burada belə hər tərəfli iynələri salıram. Və gördünüz ki, bu stabildir. Başlayırıq bu hissədən kökləməyə. Sarı sapla saplanmış iynəni götürmüşəm və bu hissədən kökləyirik. Siz istədiyiniz kimi kökləyirsiniz. İstəmirsinizsə kökləmək, onda iynələri düz bu xətt üzrə iynələmək lazımdır. Necə sizə rahatdır, elə də eləmək olur. Bu hissədə biz əgər istəmirik, buranı kökləmək istəmiriksə və ilk elə maşına oturub tikmək istəyiriksə, onda bu xətt üzrə, çəkdiyimiz xətt üzrə belə iynələyirik. Bu da çox yaxşı və asan variantdır. Lakin ilk dəfə nəsə tikirsinizsə, mən sizə kökləməyi məsləhət görərdim. Kökləmək çox vaxt aparmır, amma ki, daha dəqiq olacaq. Belə kökləyirik. Gördüyünüz kimi iynələri çıxardırıq köklədikcə və sarı sap konturun necə getdiyini göstərir. İstədiyiniz kimi bu çevrəni yumşaq çəkə bilərsiniz. Əsas qeyd etdiyimiz nöqtəyəcən olsun. Belə edirik. Tikiş yalnız burada olacaq. Və daha sonra bizə lazım olmayan bu hissəni kəsəcəyik. Belə bir parçalara kardanı yaraşır. Kardanı çox incə bir tikiş qoyur. İndi onu göstərim. Bu bizdə kardanı tikişdir. Nazik, incə. Onun qalınlığı 2 mm edir. Bu astarıdır. Bu da
üzüdür. Üzünə çevirəndə belə görünür. Hicabın bu qıraq hissələrini, şərfin qıraq hissələrini belə bir kardanı ilə və yaxud Moskva tikişi deyilən bir tikişdir. Onunla da etmək olar. Üz hissəsidir və arxa hissəsi. Çox nazik olur bu da. Və nə qədər nazik olursa, görün, burada 3 millimetrdir. Nə qədər nazik olsa, bu daha da gözəl olur. Bu tikişlə də işləyə bilərsiniz bu qıraqlarını, açıq olan qıraqlarını. Eyni zamanda bu iç hissəsində overlock yoxdursa və yaxud kardanı yoxdursa, bu tikiş üçün, lakin burada artıq üz hissədən başlamaq lazım olur. Tikiş üçün fransız tikişi deyilən bir tikiş var, ondan da etmək olar. Şərfin qırağını bir neçə santimetr qatlayıb belə də etmək olar. Overlockdan sonra belə bir lentlə keçmək də olur. Belə bisirdən istifadə etmək olar. Yaraşıq verir. Moskva tikişi, kardanı və yaxud da işləmələri başqa cür etmək necə olar öyrənmək istəyirsinizsə, kommentlərdə yaza bilərsiniz və onlara əlavə bir video kimi hazırlayıb göstərə bilərəm. Diqqətinizə görə təşəkkür edirəm. Yorulmayasınız, tikin, özləriniz üçün tikin, yaxınlarınız üçün tikişlər edin və həmişə gözəllikdə gəzin. Əlavə demək istəyirəm ki, bu kapüşon şərfi siz trikotajdan da edə bilərsiniz. Trikotajdan əlbəttə ki, belə şəffaflıq olmayacaq. Amma ki, onu siz trikotajdan eləyib tikmək olur və çox yaxşı da olur. Trikotaj streç olduğu üçün. Amma mən streç olmayan seçmişəm, çünki buraları belə bəzəkli etmişəm. Burasını da belə bəzəkli etmişəm. Streç olmayan parçalarda bəzək çox yaxşı görünür.